Mən 1969-cu ildə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olmuşam. İsaqbağı kənd məktəbində və Zərdab Texniki Peşə məktəbində təhsil aldım. 2 il Sovet ordusunda hərbi xidmət keçdim. 93-cü ilin fevral ayında torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün Qarabağa yollandım. Ağdərə, Ağdam, Füzuli rayonlarında düşmənə qarşı döyüşdüm. Hissəmizin strateji əhəmiyyəti olan bir neçə yüksəkliyi ələ keçirmək üçün apardığı döyüş əməliyyatlarında iştirak etdim. Bu döyüşlərin birində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikalarını məhv etdik. Göstərdiyimiz igidliyə görə hissəmizin bir çox döyüşçüsünə və o cümlədən mənə də məzuniyyət verildi. 93-cü ilin yayında Füzuli rayonunda döyüşməyə başladım. İlin sonunda 94-cü ilin yanvar ayında ordumuz cəbhədə üstünlük qazandı, bir neçə yaşayış məntəqəsini düşmən işğalından azad etdik. Yanvar ayının 27-sində Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüş mənim son döyüşüm oldu. Vətən yolunda, haqq yolunda şəhidlik zirvəsinə yüksəldim.